Hər vaxtınız xeyir əziz izləyicilər. Qəzetimizin 13 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Antalya Diplomatiya Forumu ilə bağlı region və dünya üçün mühüm nəticələr vəd edən platforma başlıqlı yazı dərc olunub. Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə təsis olunmuş və qısa müddətdə beynəlxalq arenada nüfuzlu dialoq platformasına çevrilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən forum qlobal təhlükəsizlik, iqtisadiyyat, enerji, iqlim dəyişmələri, texnologiya və mədəniyyət sahələrində strateji müzakirələrə ev sahibliyi edir. İkinci səhifəmizə isə nəzər salaq. Burada Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb başlıqlı məlumat öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri aprelin 12-sində başa çatıb. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar. Üçüncü səhifəmizdə də Antalya Diplomatiya Forumu ilə bağlı yazı öz əksini tapıb. Bu yazı isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib başlığı ilə verilib. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi Afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Qəzetimizin 4-cü səhifəsində isə olduqca maraqlı iki məqaləmiz var ki, bunları sizə təqdim edirik. Türk dünyasının liderləri Mustafa Kemal Atatürk və Heydər Əliyevin taliyə yollarında kəsişən məqamlar, dövlətçilik fəlsəfəsinin rəmzlər vasitəsilə təsdiqi. Sözgedən ikinci yazımızda qeyd olunur ki, tarixdə elə məqamlar mövcuddur ki, həmin anlar millətin yaddaşına metafizik dəyər kimi hopur. 1999-cu ilin 13 aprel tarixi məhz bu qəbildən olan nadir hadisələrdən biri kimi yadda qaldı. Ümummilli lider, siyasi düşüncə və dövlətçilik fəlsəfəsinin canlı təcəssümü olan Heydər Əliyevə beynəlxalq Atatürk sülh mükafatı təqdim olundu. Bu təltif geosiyasi baxımdan türkçülük ideyasının konsolidasiyası, sülh və strateji həmrəylik fəlsəfəsinin beynəlxalq legitimləşdirilməsi aktı idi. Mükafatın təqdimatı mədəni siyasi identiklik baxımından ümumtürk yaddaşının və qlobal sülh arxetipinin təntənəsi kimi dəyərləndirilir. 5-ci səhifəmizdə isə Azərbaycan dünya mediasında rubrikasına yer verilib ki, bu rubrikamızda The Europe Today-dən Azərbaycan və Türkiyə prezidentləri Antalyada görüş keçiriblər başlıqlı məlumat, Sputnik Georgiyadan isə Gürcüstan prezidenti Bakıya ilk dəfə rəsmi səfər edəcək başlıqlı məlumat yer alıb. Türkoloji Araşdırmalar Mərkəzi, Elm Əməkdaşlıq və Gələcək Perspektivlər başlıqlı yazı isə 6-cı səhifəmizdə dərc edilir. Türkoloji Araşdırmalar Mərkəzi türk xalqlarının dili, ədəbiyyatı, mədəni irsi ilə bağlı geniş miqyaslı tədqiqatlar həyata keçirir. Türk xalqlarının ədəbiyyatını dərindən araşdıran və tədris proqramları hazırlayan mərkəz həmçinin türk dünyasının mədəniyyətini beynəlxalq səviyyədə tanıtmaq məqsədi ilə bir çox layihələrin müəllifidir. Bu barədə filologiya elmləri doktorları, professorlar Elman Quliyev və Mirvari İsmailova ilə həmsöhbət olduq. Ətraflı tanış olmaq üçün sözgedən yazımıza baxa bilərsiniz. Günün siyasi nəbzi 7-ci səhifəmizdə tutulub. Bu səhifədə sülh gündəminin Antalyada müzakirəsi, rəsmi rəvan 3 şərti yerinə yetirməlidir başlığı ilə məqalə yer alıb. Həmçinin Qərbi Azərbaycan həqiqətləri 4-cü Antalya Diplomatiya Forumunda səsləndirildi başlıqlı yazıda yerləşdirilib. 4-cü Antalya Diplomatiya Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Forumda Ermənistan-Azərbaycan münaqişəsinin postmüharibə mərhələsində regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə obyektiv şəkildə təqdim olunması üçün mühüm fürsətdir. Təəssüf ki, bəzi beynəlxalq dairələrdə və mediada hələ də reallıqdan uzaq, birtərəfli və təhrif olunmuş təsəvvürlər mövcuddur. Günün siyasi nəbzini tutan yazılar 8-ci səhifəmizdə də yer alıb ki, bu yazılardan biri Yeni Dünya Düzəni və Türk Dünyası güc birlikdədir başlığı ilə verilib. Türk dünyası ölkələri arasında əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif regional layihələrin həyata keçirilməsi üçün maliyyə resursları ayırır. Bu layihələr xüsusən də infrastruktura dair layihələr, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı ilə əlaqəlidir. Azərbaycan Türk dünyası ölkələrində humanitar yardımların təşkilinə və sosial layihələrin həyata keçirilməsinə də dəstək göstərir.
Hadisələr kontekstinə həsr olunmuş 9-cu səhifəmizdə isə Ermənistan ekoloji sahədə də etimad mühiti yaratmalıdır başlığı ilə yazı dərc olunub. Araz çayının çirklənməsi həm də sosial və iqtisadi baxımdan ciddi narahatlıqlar doğurur. Prezident İlham Əliyev bu məsələnin Azərbaycan üçün ciddi bir təhlükə yaratdığını qeyd edərək Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı narahatlığını dilə gətirib. Çayın çirklənməsi Azərbaycanın ətraf mühitinə, kənd təsərrüfatına və insanların həyatına böyük təsir göstərir. Cənubi Qafqaz, yeni dövr, sülh çağırışları, inkişaf tempi başlıqlı məqalə isə 10-cu səhifəmizdə yer alıb. 13 aprel 2021-ci ildə Ada Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış, münaqişədən sonra İnkişaf və Əməkdaşlıq adlı beynəlxalq konfrans Azərbaycanın öz haqq işində qazandığı qələbədən sonra region üçün irəli sürdüyü əməkdaşlıq gündəminin dünyaya təqdimatı oldu. Bu konfrans regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması məqsədi daşıyan geniş bir perspektivin yaradılmasında mühüm addım idi. 11-ci səhifəmizdə isə maraqlı bir məqalə yer alıb. Kontrol Alt Trump. ABŞ xarici siyasəti yenidən başladılır. Bu məqalədə qeyd olunur ki, Biden-Blinken administrasiyası dövründə ABŞ-ın Azərbaycana münasibəti heç vaxt obyektiv olmayıb. 2021-ci ildə hakimiyyətə gələn Joseph Bidenin hələ 1990-cı illərdə senator olduğu dövrdə azadlığı müdafiə aktına edilən və Azərbaycana birbaşa yardımın qarşısını alan 907-ci düzəlişin əsas müəlliflərindən biridir. Lakin Donald Trump'ın 47-ci prezident kimi yenidən hakimiyyətə gəlişi ilə bu informasiya şəbəkəsi sistemli şəkildə çökdürüldü. Trump prezidentliyinin ilk aylarından etibarən ABŞ büdcəsinin xaricə təxribat məqsədli istifadə olunmasına son qoydu. Nəriman Nərimanov haqqında 12-ci səhifəmizdə ziddiyyətlərin, təhdidlərin və sosializmin məngənəsində sıxılan dövlət xadimi başlıqlı məqalə yer alıb. Dövlət xadimi. Yazıcı Nəriman Nərimanovun təvəllüdünün 155-ci il dönümü tamam oldu. Ötən illər ərzində haqqında sayı bitməyən yazılar dərc edilib, irsi tədqiqat mövzusu kimi araşdırılıb, lakin deyiləsi sözlər nəinki tükənməyib, əksinə, məhz indi onun barəsində yeni söz eşitməyə ehtiyacı güclənib. Sovet sisteminin dağılma dövründəki emosional mühakimələrdən fərqli düşünülmüş sərbəst fikir söyləmək, həm də cəmiyyətin siyasi, iqtisadi, ictimai münasibətlər baxımından radikal dəyişikliklərə məruz qaldığı şəraitdə Nəriman Nərimanov şəxsiyyətinin gerçəkliyini dərk etmək imkanı yaranmışdır. Qəzetimizin 10-cu səhifəsi Qərbi Azərbaycan, 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunub. Bu səhifədəki yazıları sizə təqdim edirik. Qəribsəyən dumanlı çiskin növbələrimiz, yurt həsrəti yaman olur. Yasamaldan Vedi basaraq. İqtisadiyyatla bağlı mühüm yazılar son 4-cü səhifəmizdə yer alıb ki, bu yazılardan biri Cənnət görmək istəyən başlığı ilə qeyd olunub. Bugün dünyanın gözü qarşısında başqa bir Azərbaycan var. Müstəqil, tam suveren, iqtisadi cəhətdən güclü, öz resurslarına söykənir. Heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. İqtisadi imkanlar artdıqca isə sosial məsələlərin həllinə də zəmin yaranır. Dünyada etibarlı tərəfdaş imicini qoruyub saxlayır. 15-ci səhifəmizdə isə bir çox məlumatlar yer alıb ki, gəlin onlarla birgə tanış olaq. Masallıda yaşıllaşdırma aksiyası, Qərbi Azərbaycana qayıdış yolunda elmi-praktik konfrans, Göygöldən məlumat, uğurlarla yanaşı nöqsanlar da var. Son olaraqsa Türk xalqlarının mənəvi birliyi inkişafa töhfə verir. Son səhifəmiz isə hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugünlük də çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi hər zaman izləməyi unutmayın.